və aşağı yorum hissəsində də aktiv olun. Bir daha hər birinizin axşamı xeyir olsun, xoş gördük hər birinizi. Bugün biz sizlərlə yenə imtahan necəsi bir-birindən maraqlı sualların izahına baxacağıq. Və bir daha xatırladıram, video keçdirməmişdən əvvəl videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bildiriş düyməsi var, bildiriş düyməsini aça bilərsiniz. İmtahana qədər hər gün sizlərlə canlı yayım edirik buradan ki, sizlər üçün və digər dostlarımız üçün ən çətin və bir-birinə maraqlı sualları izah edəcəyik. Elə bu ekranın sağ tərəfində yerləşən 21-ci sualı da burada təsadüfən açmamışam. Qeyd edim ki, bu sual özlüyündə ən maraqlı suallardan biridir və açıq sual kimi düşmüşdü qəbula. Mənim ilk işim nədir? Bu sualla bağlı, düzdür, bizim həmişə tələbələr bir çox şeyləri soruşur. Deyir, müəllim, bu kimi suallar düşdüyü zaman mən əsasən nədən başlayayım? Əzbərləyə bilərəmmi? Əzbərləsəm nəyə diqqət edeyim? Əslində standart fiqurlar var, standart olmayan fiqurlar var. Bax, bu gördüyünüz fiqur paraleloqramdır. Paraleloqram və düzbucaqlının sayılma qaydası eynidir. Yəni, əgər siz bir paraleloqram görsəniz və düzbucaqlı görsəniz, bilin ki, sayılması eynidir. Bu nə deməkdir? Verilən misalda həm sətr, həm sütun üzrə verilən hissələr bir-bir yazıram. Bax, neçə dənə sətr və neçə dənə sütun varsa, həmin hissələri sayıram. 1, 2, 3 və 4. Sütun üzrə də həmin bölgülərin sayını yazıram. 1, 2 və 3. İndi bunları yazdıqdan sonra həm sətr üzrə verilənlərin cəmini toplayıram. Eləyir 10. Həm də sütun üzrə verilənlərin 1, 2, 3. Eləyir cəmi 6. Həmin 10-u da 6-ya vursam eləyir 60. Bu dediyimiz qayda həmçinin düzbucaqlının sayılmasında da keçərlidir. Mən daha sonra sizlərlə bərabər burada bir neçə fiqurlarla da bağlı suallar izah edəcəm. Ona görə bu videonu axıra qədər izləyin ki, sizin üçün də faydalı olmuş olsun. Demək, daha sonrasında digər bir sualla sizi tanış etmək istəyirəm. Bu, ekranın sağ tərəfində yerləşən 27-ci sualla bağlı. Demək, belə bir şey deyim ki, sizə dostlar, bu 27-ci sualda biz bu sualla bağlı bir neçə dəfə qəbulda suallarla rastlaşmışıq, rastlaşmağa davam edə bilərik. 2 dəfə qəbula düşüb və ən çətin suallar silsiləsindəndir, deyərdim. Bu gördüyünüz içərisində yerləşən ulduzların hər hansısa özünə məxsus bir funksiyası var. Görürsünüz, bəzi ulduzların içərisi ağ rəngdədir, bəzilərinin içərisi qara rəngdədir. Qara rəngdə olan ulduzlar aktiv olan ulduzlardır. Yəni, misal üçün, keçərli olan ulduzlardır. Bəs yaxşı, müəllim, mən burada nədən başlayayım, neyiniyim? Ortaq kəsişmələr də eləyə bilərsiniz və yaxud da ki, bir neçə həmin misallarda gözünüzə görsənən fərqli olan hissələri özünüz üçün yazıb qeyd eləyə bilərsiniz. Mən ilk olaraq ekranın sol tərəfini biraz belə ağardım, özümüz üçün boş yer olsun. Bax, dəyərli dostlarım, siz fikir versəniz, verilən birinci misalda bax, məndə 3 dənə ağ fiqur var. Olub nə? 3 dənə qara. Demək, bu birinci və ikinci ulduzdan biri. Amma bilmirəm, hansıdır. Biri nədir? Qara. Birinin funksiyası nədir? Qaraltmaq. Demək, birinci bu ardıcıllığında, yəni oxşarlığında birinci funksiyada həm qaraltmaq funksiyası var, yəni rəngin dəyişmək. Bura rəng dəyişmək yazaq. Bunu mən dəfələrlə izah eləmişəm. Əslində, yenə də bir daha xatırladıram. Bugünkü dərsimiz ən çox çətini çəkilən suallardır. Rəngin dəyişir. Bir də ikinci funksiyası nədir? Fikir verin. Məndə burada bir dairə və 2 dənə ornament var. Lakin burada olub bir dənə ornament, 2 dənə dairə. Bu nə deməkdir ki, müəllim? Yəni, fikir verin, dostlar. Dairə olub məndə ornament. Ornamentlər də çevrilib olub nə? Digər fiqur. Yəni, demək burada bir də ikinci əsas qayda nəymiş? Fiqur özünü dəyişir. Yəni, fərqli bir fiqura çevrilir. Yazıram. Fərqli, fiqur özünü dəyişir, yazaq. Çaşqınlıq olmasın. Fiquru dəyişir. Bax, görürsünüz, bunun da 2 ilə 3'ü var. Bax, bu ikisinin ortaq ikinci ulduzu var. Əgər bu ikinci misalda da həmin oxşarlığı tapa bilsəm,
Demək mən biləcəm ki, birinin özünə məxsus olan tək şey hansıdır, ikinin özünə məxsus olan tək şey hansıdır. İndi siz bu misala diqqət etsəniz, təbii ki, aşağıdakı funksiyada da, baxın, məndə 1 ağ, 2 qara var. Olub 1 qara, 2 ağ. Demək, bu misalın nəyi var? Rəng dəyişib. Bir də ikinci funksiya nədir? Baxın, məndə bir dənə böyük fiqur var. 2 dənə də kiçik. Sonra bu fiqur kiçilir, digər ikisi neyinir? Böyüyür. Demək, ikinci qayda nədir bunda da? 2 ulduz olduğuna görə 2 dənə qayda yazdım, dostlar. Demək, fiqurun ölçüsü yazaq. Fiqur ölçü. Onda məndə belə qayda çıxır. Baxın, həm birinciyə uyğun olan ikinci ulduz aktivdir, həm də ikinciyə uyğun olan ikinci ulduz. Yəni, bu ikisinin ortaq, oxşar olan hissəsi nəymiş? Rəng dəyişimi. Demək, belə çıxır ki, ikinci ulduzun funksiyası, bax, buradan yazıram. İkinci ulduzun funksiyası nədir? Rəng dəyişmək. Mən artıq ikinci ulduzun funksiyasının rəng dəyişmək olduğunu bilirəmsə, keçid edirəm. Birincidə avtomatik nə idi? Fiquru dəyişmək. Fiquru dəyişmək nədir onda? Birinci. Demək, birinci ulduzun funksiyası nədir? Fiquru dəyişmək. Fiquru dəyiş. Bunları niyə sağ tərəfdən yazıram ki, səliqə ilə gözümün qabağında dursun. Onda burada olan üçüncü ulduzun funksiyası nədir? Görürsünüz dostlar, rəng dəyişimini bildim ki, artıq 2-dədir. Onda üçüncü ulduz nədir? Fiqurun ölçüsünü dəyişən. Üçüncü ulduzun işi isə fiqurun ölçüsü. Bir dənə qaldı mənim bir ulduzum. O da hansıdır? Dördüncü ulduz. Bəs dördüncü ulduz hardan tapılmalı? Dördüncü ulduz, siz fikir versəz, yalnız və yalnız, baxın, bir dənə axırıncıdadır. Yəni, üçüncüdür. Həm də siz fikir verin. Mən bayaq nə demişdim, dostlar? Dedim, verilən misalda birincinin işi nə idi? Fiquru dəyişmək. Baxın, dairə olub ornament, ornament olub dairə. Bəs dördüncü fiqur nədir? Görəsən. Yəni, dördüncü ulduzun aktiv olmalı. Baxın, mən üçüncünün ölçüsünü dəyişməyin olduğunu bilirəm. Bəs dördüncü neyini? Baxın, dairə, ornament, ornament, gəlib ornament, ornament, dairə. Dördüncü ulduzun işi isə güzgü verməkdir. Fikir verin. Sol tərəf, sağ tərəfin nə idi? Güzgüsü. Demək, dördüncünün işi güzgüdür. Variantlara baxmayın. Variantlarda ola bilər, yanlışlıq ola bilər bu testdə. İndi verilən bu misalda da sağ tərəfdə birinci ulduzu etmək istəyirəm. Fiqurun özünü dəyişim. Özünü dəyişsəm, bax bu ağ ornament olur. Ağ yekə dairə. Qara dairə olur. Kiçik ornament. Bunu kvadrat kimi yazıram. Və kiçik ornamentdə olur. Kiçik qara dairə. Birinci elədim, işim bitdi. İndi keçirəm üçüncüyə. Üçüncünün işi nədir? Fiqurun ölçüsünü dəyişmək. Yəni, ölçüsünü dəyişərkən neyinirəm? Böyük ağ dairəni kiçik ağ dairə yazıram. Bu olur onda böyük qara kvadrat. Dediyim kimi, cavablara baxmayın, dostlar. Variantlarda düzgün variant yoxdur, deyəsən. Qara kvadrat. Kiçik qara dairədə olur, böyük qara dairə. Və bir də məndə nə var? Verilən misalda. Dördüncü ulduz aktivdir. O zaman dördüncü ulduz məndə hansı funksiyanı yerinə yetirir? Mən buradan biləm güzgü. Yəni, bunun sağa güzgüsünü verməliyəm. Yəni, o zaman birinci gəlməlidir. Ağ dairə. Böyük. Sonra qara kvadrat. Yəni, qara ornament. Və bir də olmalıdır nə? Kiçik ağ dairə. Cavabımız olur bu hissə. Bəlkə də qəbula düşmüş indiyənə qədər ən çətin suallardan biridir. Qeyd edim ki, biz bu sualla 2024-cü ilin ilk dəfəsində iyun ayında rastlaşmışıq. Daha sonrasında bu sual bizə oktyabr ayının qəbulunda da düşmüşdü. 2024-cü il. Həqiqətən çətindir. Yəni, bunu oturub bir nevi fikirləşməyin özü demək olar ki, normal bir tələbə üçün deyil.
Daha sonrasında isə digər bir sual tiplərindən olan, bax bu gördüyünüz 31-ci sual var. Bu bir nevi ehtimal nəzəriyyəsidir. Qeyd edeyim. Verilən misalda deyir bu ədədlərdən istifadə edərək, bunu bura sərbəst misal üçün verəcəm sizə. Deyir hər birisindən istifadə edərək, ya da sərbəst misal kimi eləməyək, gəlin yazaq. Bəlkə indi öz açıq sual kimi düşmüş daha qəbula. Bəlkə kimlər üçünsə maraqlı olar. Deyir, verilən misaldan istifadə elə və sonu 2-yə qalıqsız bölünən. Neçə dənə burada 4 rəqəmli ədəd düzəltmək olur? 4 rəqəmli ədəd bilirsiniz dostlar. 1, 2, 3, 4. Magistrın məşhur qəbul suallarındandır. Dəfələrlə magistra düşüb sual. Bax, 2-yə qalıqsız bölünməsi üçün son nə ilə qurtarmalıdır? Cüt ədədindən. Ya 6, ya 2. Yəni, neçə dənə ehtimalım var mənim sona yaza biləcəyim? 2 dənə. Yəni, artıq bunlardan birini yazsam, elə bil 6-nı istifadə elədim. Yerdən neçə ədəd qaldı? 3-cü ədədə yaza biləcəyim. 4 dənə. Daha sonrasında dəyərli dostlar, indi mən bunu bu hissəyə yazmışam. Yəni, biri gedibdirsə artıq, 4-ü qalıb. İndi tutalım ki, mən bu 5-i yazdım. Yerdən neçə dənəsi qaldı? 3-ü. Və bu 3-ündən də tutalım, mən 7-ni istifadə eləmişəm. Özümdən deyirəm, 7, 4, 3 ola bilər. Sonra digər hansı qalıb? 2-si. Bunları bir-birinə vururam. 2 vur 3, vur 4, vur 2. Bu da bərabərdir 48. Açıq sual kimi düşmüşdür. Hətta bunu demək olar ki, əksər tələbələr, bir çox deməyim, əksər tələbələr bunu oturub bir-bir hesablayıb, sonra onun təkrar olan hissə formasında yazmışdı. Götürüb yazıb, məsəl üçün də sonu 6 ilə qutaran götürüb yazıb. 3, 4, 5. Sonra deyirdi ki, buradan alınsın 6 dənə, o birisindən 6 dənə. 8 dənə fərqli kombinatorika tapıb, həmin hissələri yazıb. Daha sonrasında, mənim dəyərli dostlarım, verilən misalla bağlı, istəyirəm ekranın sağ tərəfindəki 36-cı misal aşkar operatoruna da bağlı izah verim. O gün biz bununla bağlı bir suala baxırdıq. Demək olar ki, bunu çox təşviş adam tapmışdı. Sırf sual bu tipdə idi və sualın özü burada bir çoxlarını çaşdırmışdı. Sırf bərabərlik oldu ona görə. Bu arada əgər videonu da bura qədər izləmişsinizsə, mütləq şəkildə videonu bəyənin dostlar. Qoy daha çox auditoriyaya yayılsın və daha çox insan faydalana bilsin. Bax, solda duran sola x-imin qiyməti, yəni nəyin kvadratı 16 eləyir? 4-ün. Nəyin kubu 8 eləyir? 2-nin. Solda duran da sola bərabərdirsə, 2y kvadratı 18 isə y-im neçədir? 3, t-imdə 1. Aparıb sağda, qoyuram yerinə. 2 dəfə əvvəl dedim ki, bunun bir neçə dənə fərqli tipi var. Bu sual 2022-ci ilin aprelində də qəbula düşüb. 23-cü ilin aprelində də sırf bu sual, bu tipdə. Bir də 23-cü ilin dekabrında da belə qəbula düşür. Gətirib sağda qoyuram yerinə. 2 vurulsun 4, üstə gələ 1, vergül. 3 vurulsun 3, üstə gələ 2 vur 2. Onda verilən misalda 9, vergül 13. O deyilir D. Daha sonra mən 37-ci sualı izah etməmişdən əvvəl İstəyirəm sizinlə bərabər qatlanma nədir və nə olan şeydir, ona da baxaq. Qatlanma nədir ki? Görəsən, elə misallar olur bizdə. Demək, əziz və dəyərli dostlarım, ilk olaraq istəyirəm sizi qatlanma ilə tanış edeyim. Əksəriyyətinizin bəlkə də bununla bağlı məlumatı var, bəlkə də məlumatı yoxdur. Bu ekranda gördüyünüz sualın adı qatlanmadır. Əksər dostlarımız artıq bunu bilir, düzdür. Qeyd edim ki, bu sual tipi ilə biz nəinki dövlət qulluğunda, hətta bir neçə məntiq testi ilə bağlı olan digər yarışlarda və başqa bir qəbulda da rastlaşmışıq. O qəbulun nə olduğunu deməyəcəm. Ya da deyim. 2024-cü ilin gömrük ayının gömrükdə keçirilən qəbulda da rastlaşmışıq bu sualla. Bəli. Gömrüyə fiqur düşmür axı. Belə deyirlər bizə. Sizi kandırıblar dostlar. Bu arada. Ola bilməz. Olanda olur. Yəni bu demək deyil də, bu orada varmı, bu burada yoxmu? Təbii ki, sual hər dəfəsində özlüyündən dəyişir. Ona görə bu sual edərkən mütləq oturub, çıxılı-çıxılı, səbirlə, təmkinlə
axıra qədər dinləmək lazımdır. Təbii ki, sırf bu sual deyil, başqa suallar da var. Demək, daha sonrasında mən aşağı hissədə, bax, bu deyir 1-1 qatda, 2-2 qatda, 3-3 qatda, yuxarıda özü yazır. Güzgü verərək qatlayırsan, dostlar, məqsəd bax, bu sual işarəsinin üzərinə gəlməkdir. Əksəriyyətinizin mən inanıram ki, bununla bağlı məlumatı var. Bəziləriniz isə, aman Allah, bu nədir deyə düşünür. Görək, bu nədir ki, biz düşünürük. Bax, bu gördüyünüz hissədə aşağını yuxarıya qatlamalısan, yəni 1 o deməkdir. Sualın üzərinə gəlmək istəyirsənsə, aşağını yuxarıya güzgü verirsən, 2 deyilən hissədə sağı sola qatlayırsan, 3 deyilən hissə bax buradır. Yuxarını aşağıya, məqsəd suala gəlməkdir. 4 deyilən hissədə isə soldakıları sağa. İndi tələbə var ki, bunun yolun çaşır, bunun yerin çaşır. Kompüterdə mən bunu necə edəcəm? Səbirli olub, dəqiqə görək də kompüterdə necə eləmək lazımdır. Variantlarla işləmək, dostlar, ən sərfəlisidir bu misalda. Bax, ilk işiniz nədir? Birinci misalın gedişatını başa düşsək, asan yolunu da bilsək bizim üçün əladır, əla. Bax, sağ tərəfdə verilən hissəni sol tərəfə qatlayıram. Qatlamaq o deməkdir ki, bax, bu gördüyünüz hissədə bura məndə, dostlar, ağ olan hissədir. Bax, uzaq olan uzaqdadır. Gətirir bura. Müəllim, niyə birdən başlamadın? Yəni, dostlar, 2 və 1, ikisi də eyni funksiyadır. Tərsin, güzgü verirəm. Bax, mərkəzdən 2 xana sağda, mərkəzdən 2 xana sola köçürürəm. Mərkəzdən 6 xana sağdadır, mərkəzdən 6 xana nə eləməlidir? Güzgü, dostlar, bir şeyin tərsi, əksi. İyi getdim, yazdım. Bax. Soldan 5 xana bu tərəfə, sağdan 5 xana bu hissəyə. Diaqonal oxşayır, sonra dalaşarıq birdən sizinlə. Dairə. Mən də, dostlar, sağı sola köçürməmədə, solu sağa köçürürəm. Heç bir yazan da yoxdur ki, o da mən bunu hara köçürdürsən. Demək, dostlar, daha sonrasında sağ tərəfdə yerləşir. Bax, bunu da köçürdüm. 5 xana. Bu gəlir bura. Bu 2 xana buradadır, bu da 2 xana burada. Artıq elə bilin ki, sağ tərəf yoxdur mənim gözümdə. Yəni, bura artıq mənim üçün bitdi. Yoxdur belə bir şey. Dönə qədər var idi, bu günə qədər yoxdur artıq. İndi aşağını yuxarıya köçürməyə cəhd edirəm. Bax, aşağıdan 2 xana gəlir bura. 1 xana, 1 xana. Aşağıdan 5 xana, 5 xana. 3 xana, 4 xana aşağıda, 4 xana burada. 2, 2. Və bir də bu. 4, 4. Gətdim, çəkdim bura. Bəs, yaxşı müəllim, mən bu hissəni bitirdimsə. Bitirdikdən sonra başqa nəyə diqqət edə bilərəm? Və diqqət etsəm, əsas işim nə ola bilər burada? Sonra, dostlar, üçüncünü. Yəni, yuxarı hissəni aşağıya, sonra da sol hissəni sağa qatlayıram. Təbii ki, bunu belə eləmək biraz bizim vaxtımızı alır, öz dəyərli vaxtımıza. Plus, kimlər ki, kompüterlə imtahan verirsə, onun belə bir komfortu yoxdur orada. Mənim əlimdə həmişə tələbələr deyir, müəllim, indi səndə burada qələm var, tapdın, mən nə varım? Onda biz də qələmsiz taparıq. Demək, dəyərli dostlar, variantlar geniş görsənsin deyə biraz ekranı uzaqlaşdırdım. Təbii ki, kimə ki, biraz narahatsa, özü əli ilə ekranı yaxınlaşdıra bilər. Bax, indi bu hissəyə gəldiyim zaman, dostlar, ən axırdan başlaya bilərsən, 4-dən və 3-dən, şərt deyil əvvəldən gətirərsən. Bax, görürsən, bu hissə məndə neçə xana qaldadır? Baxın, bunun bu mərkib 5 xana. Burada arada olmalıdır. 5 dənə 6, yəni 3-cünün 1, 2, 3. 3-cünün 6-cısında. Yəni, bu arada olmalıdır. Burada aşağıda belə bir xətt olmalıdır. Baxın, A bəndində elə bir şey yoxdur. Buradan belə bir xətt olmalıdır. Yoxdur. Y bəndində elə bir şey yoxdur. Soldan neçənci xanadır bu? 5-ci. Demək, mən bunu hara köçürməliyəm? Sağdan. 5-ci xanaya və nə? Ağzı sola baxmalıdır. Bax, B bəndində, görürsünüz, elə bir hissə yoxdur. D bəndində, baxın, elə bir hissə yoxdur. Bir dənə harada var? C bəndində. Variantla tez tapıldı. Bu arada, indi burada bəzi dostlarımız yazıb, müəllim, biz bunu belə işləmirdik, belə eləyirdik. Dostlar, indi mən bunu rahat tapdım. Görsən, bir dənə detala görə misal tapmaq olur. Bəli, mən razıyam.
Biz belə eləyək, bu daha rahatdır. Baxın, imtahanda elə bir misal olur ki, bəzən sən misalı sona qədər eləmək məcburiyyətində olursan. Yəni, heç o 3-dən 4-dən alınmır. Ona görə deyirəm, misal işləyərkən ilk olaraq gözünüzə fərqli görsənən hissədən, variantlardan başlaya bilərsiniz. Amma çətindir. Sözün açığı. Yəni, gəlin qaydağını bayaqsa göstərdiyim sual. Ay müəllim, hansı sualdan gedir söhbət? Söhbət dəyərli dostlarım, gedir deyib bu ekranın 37-ci olan hissəsindən. Bəli, bu ekranın sağ tərəfində gördüyünüz sual da qeyd edim ki, mən bir video paylaşmışam. Qəbula düşə biləcək, dövlət qəbuluna düşə biləcək 10 yeni məntiq sualı. Həmin sual tiplərindən də biri budur. Bəlkə də gələcək dönəmdə rastlaşa bilər ya bu arada. Bax, dəyərli dostlarım, deyirik 1, 1, 2, 2, 3, 3, 4, 4. Birinci bir sən həmişədən başla, yaxın olandan. Birinci, bax, mən bunu qəşək ulduzu düzəldim burada. Sənə də o qəşək gözlərini onu görsün ki, heç bir zaman çaşmayasın. Bu arada dəyərli dostlar, burada görürsünüz 1, 2, 3 dənə 1 yazır. 3 dənə 1 yazır. Bunun biri 1'dir, biri 4'dür, biri də 7'dir. Siz ona fikir verməyin bu arada. Biraz da çapda səhvli olun. Demək, bax, bu gördüyünüz hissədə mərkəzdən aşağıya doğru. Bax, mərkəzdə bunu bax, gözcü vermək istəsəz aşağıya 4'dən başlayıram. Mərkəzdən bir xananın arasındadır, sağında. Onda bunu bura köçürəndə mərkəzi xananın yuxarının arasında olmalıdır, sağında. Yəni nə? Bax, deyib bu hissədə, ulduzun arasında, bax bu qıçında. Bu arada qeyd edin, bu 4'dür dostlar. Bu 4 də bura köçəndə, onda verilən misalda hara köçür? Deyib elə bu hissəyə. Burada dediyim kimi, çapda biraz problem olub, ona fikir verməyin. Bax, indi bu hissədə verilənə. Bu məndə bu gördüyünüz mərkəz hissəsindən. Harada? Bax, ulduzun baş gözü təpə tərəfinə baxıram. Harası ulduzun təpəsinin solunda. Bunu hara köçürməliyəm? Bu ulduzun təpəsinin arasına, sol tərəfinə. Demək, hansı hissəyə köçməlidir? O, solda, yuxarı. Yəni, bunu da silin, qəşək səliqəyə salın. Demək, onda bu 1 gəli vardı olur, deyib burada. Görürsünüz, boşluğa düşür, boşluğa düşür. Avtomatik B gidiyor, belə bir şey yoxdur. C gedir, belə bir şey yoxdur. O ki, qalsın 4 ilə bağlı. 4'ə dəqiq dolaşmıram, 4 ilə işim yoxdur. Düzdür, burada siz fikir versəz, verilən misalda deyim ki, bəzi səhvliklər var. Həm də bu 4'dür. 4 belə düşüb. Baxın dostlar, bu 4'dür. Eləmək çapda. Sən ağzı aşağı baxırsansa, bura köçən nə eləməliyəm? Quyruqda ora baxmalıdır. Qalmışam A ilə D-nin arasında. Bəs müəllim, A ilə D-nin arasında nəyə diqqət edə bilərəm? Düzdür, D bəndə gedir, bu 4'ün burada olmağına görə. Niyə? Çünki 4'ü burada sağ qanada vermişəm, uzun sağına. Amma burada 4 ara verir, sol tərəf. Bir də ola bilər də 2 varianta görə misal tapmarsın. İşdir də, şayət. Bəs mən neyniyim? Demək, onda verilən misalda siz diqqət etsəniz, bu bunun 3 olan hissəsi. Bax, 3-cüdən 3'ü gətirim. 3 burada harada olur? Gəlir düşür, qanadın bu hissəsinə. Tərsinə. Bu 3'ündür, bu mərkəzdən baxanda haradadır? Ulduzun sağında. Təpə tərəfdən. Bu 3 bu ulduzun arasında olmalıdır, sağ tərəfində. Yəni nə? Ulduzun təpə tərəfinin bu hissəsində. Deyək, götdüm, köçdüm bura. Fikir verin. D bəndində də həmin hissə var. A bəndində də həmin hissə var. Düz deyib, mən bayaqdan bu 4'ə görə, 5'ə görə cavabı çıxmışam. Bir dənə nə qalır məndə? A. Bəs müəllim, niyə birdən başlamır? Dostlar, birdən başlayıb bunları bir-bir köçürməkdənsə, yaxınlardan başladım. Bəs yaxşı müəllim, birdən onlar 9'dan başlayayım. İstəyirsən, bax, bu 9'u tək köçür. Məsələn, bu görürsən ki, burada da 9. Köçüb dayanır burada. Daha sonra, məsələn, bunun bu mərkəz hissəsinin, ulduzunun sol ikinci xanasındadırsa, burada soldan ikinci xanada boşluğa düşməlidir və bir-bir köçürə bilərsən. Düz, hamısını birdən köçürmür. Hamısını birdən köçürsən, sənin üçün yorucu ola bilər. Daha sonrasında isə, dəyərli dostlarım, digər bir suala sizinlə bərabər baxmaq istəyirəm. Həmin o suallardan biri sürət məsələsidir. Qeyd edeyim ki, sürət məsələsi ilə bağlı biz çoxdandır qəbullarda sual görmürük.
Əslində bu məntiq sual deyil, bu bildiyimiz riyaziyyatdır. Həm fizikada, həm riyaziyyatda bizə keçirilən həmin o sual tipləridir. Hərəkətin 3 dənə tipi olur. Və burada özüm üçün kiçik bir xatırlatma edirəm. Sizlər üçün də xatırlatma olsun. Onlardan biri A və B nöqtəsində əgər 2 dənə avtomobil qarşı-qarşıya hərəkət edirsə, buna biz deyirik qarşı-qarşıya. Bu zaman bunların sürəti toplanır. S bərabərdir V1 plus V2 vurulsun T. Biri də var əks istiqamətlərdə. Məsələn, C şəhərindən biri gedir sola V1 sürətlə, biri də gedir sağa V2 sürətlə. Yəni A və B şəhərlərinə. Yenə A və B arasındakı yol S bərabərdir. Sürətlər yenə toplanır. Buna deyirlər dostlar əks istiqamət. İndi xəttimin gözəlliyinə görə bura bacara bildiyim qədər yazıram. İndi bu hissəyi yazdıqdan sonra isə V1 plus V2 vurulsun T. Cəmi bir dəfə çıxır. Çıxmanı yadda saxlasan digər asandır. O isə eyni istiqamətdir. Eyni istiqamətli isə biz bunların sürətini çıxırıq. Yəni A və B şəhərləri arasında birdən kiminsə yadından çıxar görün. Mən bunu nə vaxt çıxırdım, nə vaxt toplayırdım. A və B şəhərləri arasında A-dan B-yə, B-dən A-ya deyil. Hər ikisi də biri V1 sürətlə, biri də V2 sürətlə gedir. Bax, bu eyni istiqamət. Bu zaman S bərabərdir V1 minus V2, yəni böyükdən kiçiyi çıxırsan, vurursan T-yə. Bəs yaxşı müəllim, mən bunları niyə bilməliyəm? Çünki son keçirilən 2022-ci ilin ekranda gördüyünüz sual iyun ayının qəbul sualına oxşardır. Çünki orada rəqəmlər fərqli idi. Bu da 93 saatdır. Orada cavab, orada da 30 idi. 30 vermişdi. Deyir, neçə kilometr atsam 2 saat tezdir. İndi biz bu rəqəmlərini biraz dəyişmişik. Müəllim, bəs mən bunu nətər yazım? Deyir, aradakı məsafə 90 kilometr olur. Bax dostlar, və qarşı-qarşıya. Qarşı-qarşıya deyirsə, yolun var, zamanın var. İlk işin bilirsə nədir? Sürətlərini tapmaq. 90 bərabərdir V1 plus V2 vurulsun 3. Tapırsan ki, V1 plus V2 bərabərdir 30. Yəni bu iki avtomobilin eyni anda hərəkət istiqaməti neçəymiş? 30. Düzdür, mən bura 30 yazmışam. Problem yoxdur. Bəs bu 30 yazandan sonra nə edeyim? Yadımda sual yaranır da. Görəsən mən bunu necə eləsəm mənim üçün daha rahat olar. Deyir, sürətini biri artırsın. 30-un üstünə, yəni mən nə gəlməliyəm? Bir x bilmirəm. Yəni ümumi sürət x artırsa, 30-un sürəti x artmalı. Və deyir 1 saat daha tez görüşsün. Yol həmin yoldur. Bir dənə artırdığım şey nə? 90 bərabərdir 30 üstə gələ x vurulsun nəyə? 2-yə. Niyə 2 yazdıq? Çünki 1 saat daha tez çatmaz. Onda burada olur 90 bərabərdir 60 üstə gələk 2x və x də bərabərdir 15. Yəni verilən motosikletçilərdən biri sürətini 15 artırsa, bu bizim üçün nədir? Tam kifayət. Bəs yaxşı müəllim. Daha sonra mən nə diqqət eləsəm, bu daha yaxşı olar. Nədən var düşünür də, oturur, düşünür, fikirləşir. Qəbulda digər deformasiya ilə bağlı birinci gün izah elədiyimiz suallardan vardı. Kubla bağlı, tərəzi ilə bağlı baxmışıq bəzi suallara. Bax bu solda yerləşən akvariumla bağlı. Ümumiyyətlə oyunlarla bağlı həftənin 4-cü günü. Həftənin 4-cü günü. Yəni imtahandan bir neçə gün qabaq sizlər üçün maraqlı bir-birindən suallar izah edəcəm. Onların içərisində oyunlarla da bağlı qaydalar var. Akvariumdur. Daha sonrasında digər sual tipləridir. Ona görə diqqətli ola bilərsiniz. 4-cü gün mütləq qoşulun ki, hamısına bir baxaq. Bir dəfəlik onların üzərindən bir ümumi təşkil eləyək. Çünki bunu biz bununla bağlı dəfələrlə məlumat vermişəm.
Bu sual da həm dövlət qulluğunda, həm digər yerlərdə qəbul olunur. Demək, digər bir suallardan biri isə ekranın bu sağ tərəfində gördüyünüz sual tipidir. Yazıb L, yel, kəl, lək, yaz. Və dostlar, L sözü və yel sözü bir-birinin. Bu testlər ya yan-yan edilir, ya da qarşı-qarşıya baxılır. L ilə yel bir-birinin tərsidir. Baxın, lək ilə kəl bir-birinin tərsidir. Onda yazın tərzi nədir? Zay. Daha sonrasında sol tərəfdə gördüyünüz bu cədvəllə bağlı bir izah vermək istəyirəm. Qeyd edim ki, biz bu testi həmişə dərslərimizdə izah edirik. İstəyirəm burada da ümumi bir izah olsun. Ham bir daha bir ümumi təşkil eləmiş olsun, bir faydalanmış olasınız ən azından. Deyirsiniz ki, oy müəllim, bu nə gözəl sual imiş, kəş elə bunu biz vaxtında biləymişik. Onda verilən misalda, bax, birincisi həmişə kəsişmələrə baxmaq lazım. Görək bu kəsişmələr nədir? Bax, x-dən y. X-ın dostlar, k-la n-in kəsişməsində. Bu arada cavabları da yazın. Biraz aktiv olun. Elə bir hamı buraya yatmağa gəlin. Aktiv olun görək. Arada videonu da bəyənin dostlar. Hətta bu dərsimizi də paylaşa bilərsiniz. Digər dostlarınız da faydalansın. Eyb etməz. Hər kəs faydalansın ki, daha yaxşı nəticələr alsın hamı. Bax, k-la n-in kəsişməsi x-dir. Bu kimi misallarda yadda saxlamalısınız. Bizdə kəsişmələr burada bir dənə olmur. Hər kəsişmədən 2 dənədir. Fərqli hərflərdən ibarət olan. Eyni hərflərin kəsişməsi bir dənə olur. Bax, k-la n-dən alınır. K-la n başqarda var deyə burada. Bu, onda bura k verilmiş. Yəni, bu deməkdir ki, x məndə həmişə nədir? Elə k-nın özü. Bəs, müəllim, y necə tapırıq? Gəlin, tapaq da nə var ki? Dostlar, y-ə baxın, m-lə k deməkdir. Y. K-la m haradadır deyə burada? T-də. Onda y nəymiş? T hərfi. İndi misal əldə eləyə bilərəm. K-la t-ni tapacağım. Verilən misalda. Siz diqqət etsəniz. Bax. K-la t mənə verir eli. Müəllim, K-la t burada da eldir. Bəli. Olur el. İndi sağ tərəf el, kvadrat el. El-lə elin kəsişməsi də k-dır. Demək, sol tərəf mötərizənin içərisi tamamilə mənim üçün nəymiş? Həmin o k-nın özü. İndi bunu da silim, qəşəng səliqəyə salım ki, siz də bunu rahat, qəşəng eləyəsiniz. İndi burada z-i tapmalıyam bu misalda həll eləməkdən ötəri. Bəs yaxşı, z-i nətər tapmalıyam? Nə edeyim deyə sual yaranır. Bax dostlar, verilən bu misalda n-lə n-in kəsişməsində z var. Z burada bir yerdə verməyib. Fikir verin, z 2 yerdə verir. Çünki n-lə n-in kəsişməsi bir dənədir. Amma z başqarda var, m-lə t-də. M-lə t bir dənə də var. Fikir verin, n. O deməkdir ki, z-lərin hamısı n-dir. Onda mən z-in n olduğunu tapandan sonra m-lə n-i tapdım. İndi m-lə n-i axtarıb verilən misalda. Buranı qəşəng sərgiyə salaq. M-lə n mənə nəyi verir? K. Demək, bu mötərizənin içi nəymiş? K. Onda k kvadrat k bizə nəyi vermiş olur? M. Bitdi. Bizim cavabımız nəymiş? Elə M. Qeyd edim ki, dostlar, bu marafonları biz hər gün təşkil edirik. Burada. Bundan əvvəlki imtahan öncəsi marafonlar da var. Onları seçib sizə göndərəcəm. Orada da bir-birindən dəyərli sualların izah olub. Hər axşam saat 11-də görüşürük. Növbəti bir misalla sizi tanış eləmək istəyirəm. Təbii ki, düzdür, ekran belədirsə bir çox suallar sizin gözünüzə görsənə bilər. Bunlarla bağlı kifayət qədər suallar var. Burada. Bax, bu ekranın sağ tərəfində, bayaq mən etdiyim misalı siz artıq etmişsinizsə, bu arada. Bu ekranın sağ tərəfindəki misalı da sərbəst misal kimi verilən. Videonu dayandırıb misalı eləyə bilərsiniz bu arada. Buna mən qatışmıram, etməyəcəm bunu. Bax, bunu taparsınız. Videonun aşağısından elə misala baxa-baxa həll edə bilərsiniz bu arada. Həll eləyin. Cavablarınızı yazın.
Görək kimlər doğru yazıb, kimlər anlayıb. Bu arada qeyd edeyim ki, bu bayaqki misala oxşuyur. Amma bu o demək deyil ha, bayaqki misaldır. Videonu dediyim kimi dayandırıb, bunu da həll edib cavabını yaza bilərsiniz. Bəs yaxşı müəllim, bu sol tərəfdəki nədir? Yazıb bura köz, lülə, qutu. Biz bu misalı bir neçə dəfə eləmişik, dəyərli dostlar. Qeyd edim ki, keçən il bizdə aprel ayının qəbulundadır. 2024-cü ilin aprel ayının qəbulundadır. BB-nin qəbulunda düşən suallardan biri də buydu. Bəs yaxşı, mən bunu necə edim? Deyə sual yaranır. Gəlin görək necə edirik. Demək, verilən misalda bax, K-nın qiymətini verir. Bax, eyni cədvəlin eyni sırasında K neçə 9. Demək olar ki, uşaqların çoxsu bunu əzbər bilir. Közlə ətin lülə alındı. Çünki bütün test nümunəsində eyni verir. Ö məndə 4 deməkdir. Z məndə 5 deməkdir. 945 üstə gələk. Bizim dostumuz Ramin var. Həmişə soruşur. Deyir, müəllim, bunu mən həmişə soruşuram. Başa düşmüşəm, başa düşməyənə. Sadəcə olaraq onu yaza bilmirəm. Toplama, yəni toplama hissəsini. Adi rəqəm kimi toplayırıq. Bu qədər sadə. Onda bu hissədə siz fikir versəz, əni yazıb A. Ə məndə dostlar 7-dir. T məndə neçədir? 2. 945-in üstündə 72 gələndə alınır. 1017. Adicə riyaziyyat. Topluyorum, yazıyorum. İndi müəllim, bu su ilə qabı nə edirəm? Toplayaq da nə var ki? S 9 deməkdir. U 6 deməkdir. Q bizdə 8 deməkdir. A bizdə 2 deməkdir. B-dəki 5-dir. 96-nın üstünə 825 gələndə alınır 921. 931 deyəsən, hə? 931. 921. 9 məndə var. F demək, S deməkdir. 20 A deməkdir. Yəni 2. Bir nə deməkdir? F. Yəni saf. Bunu bizim tələbələr başa düşür nə deməkdir? Saf. İnanıram ki, onlar da bu videodan sonra bir daha saf olmayacaqlar. Demək digər, bu sol tərəfdəki sual, dostlar, şifrələmə mövzusuna aiddir. Bunu demək olar ki, imtihana gedən bütün dostlarımızla işləmişik. Bundan əvvəlki mövzularda da var. Videonu belə də yaza bilərsiniz. Oktyabr imtahanına getmədən bax adlı videoların içərisində də var. Mənə görə ən asan, amma ən çətin, yorucu bir kodlaşdırmadır. Misalı mötərizənin içərisindən qırağa doğru eləməsən. Ona görə bu misal həqiqətən adamı yutur. 3 dənə variant çıxır. Dam, adam. Çünki niyə? 2 dənə rombun olmağı o deməkdir ki, verilən misalda sən rombdan bunu almışsansa, sən bu mötərizənin içərisi kiçik olmalıdır ki, bu olsun böyük, sonra böyük olsun kiçik. Yəni içərdən çıxan təbii ki, ən kiçik olmalıdır. Daha sonra digər misallardan biri isə ekranın sol tərəfində gördüyünüz həmin bu piramida figurudur. Biz bu sualla 2023-cü ilin yanvar ayında keçirilən A kateqoriyasının və FİDES-in imtahanda rastlaşmışıq. Bizdən bunun düzgün açılış formasını soruşur. Ümumiyyətlə piramida görəndə ağlınıza gəlsin. Əksəriyyətiniz artıq kubla bağlı tanışsınız deyə. Bu misalda da sizə tanışdır verilən bu hissə. Bəs yaxşı, ay müəllim, mən bunu tam olaraq necə edim? Nə tip edim ki, mənim üçün rahat olsun? Bax dostlar, alt hissəsi kvadratdır, 4 dənə üçbucaqdır. Bu üçbucaqları bir-bir hərəkət elətdirə bilərsiniz. Bu arada deyim, biləsiniz. Necə? Bax, piramida deməkdir ki, bunu gətdim bura bir üçbucaq, bu hissəni də gətdim bura bir üçbucaq. Baxın, oldu elə bil 4 güşəli ulduz. Hər ulduzun da, yəni hər üçbucağın da, hər ulduzun da özünə aid bir dəfə hərəkət eləmək şansı var. Bax, bu gəlsin bu hissəyə, bu da gəlsin bura. Bir-birinin üzərindən keçə bilməz. Görürsünüz dostlar, bu da alındı. Bu verilən sol tərəf, bax bu C bəndidir, rahatlıqla görülür. Bu hissədir, C bəndi, bax bu da bura. Görürsünüz, bu da 4 köşəli. C'dir, D'dir, B'dir. Bunların hamısı açılışdır. Lakin
Çox adam variantlarda A və Y-nin arasında qalır. A variantını açanda dostlar, bu ikisi bir-birinə bitişik formada gəlir. Yəni, bura aşmaq, bu üç bucağını aşmaqdır. Bir dəfə də bunu aşırıb gətirərəm bura. Baxın, bunu buradan silim. Bu hissəni də aşırtdım bura. Bu okeydir, baxın. Düzəldi. Burada səhv olan Y bəndidir. O da niyə? Bax, bunu mən aşırdıb bura gələn dostlar, bu yaxındaş. Bu artıq bölündəkini gətirmir. Lap gətirsə belə, baxın, bu getdi ora. Bu nə qardı? Hər ikisinin nə qaldı arasında? Yəni, burada yanlış olan şey nədir? Çünki bəs müəllim, bu burada olmaz, bunun üstündən addasın keçsin. Belə eləyib, adam var, deyir, məsələn, mən bunu buradan addadıb gətirirəm də bura üstündən. Dostlar, burada xəyali formada eləsəz, əslində piramidanın hamısından almaq olur. Amma qaydalar çərçivəsində Y bəndi ona görə səhvdir ki, bunu heç vaxt piramida formasına gətirib salmaq mümkün deyil. Sonra verilən bu misalda digər bir sualla sizi tanış eləmək istəyirəm. Dediyim kimi dostlar, maraqlı suallar var burada. 96-cı sualdan söhbət gedir. Son keçirilən qəbulun da sualıdır bu. Artıq dövlət qulluğu qəbullarında siz bu sualı 4 dəfə görmüsünüz. 4 dəfə, bəli. Ay mən 4 dəfə. Nə vaxt? 2024-cü ildə də görülüb 2 dəfə. Bu sualı əslində mən 1 il bundan əvvəl izahını vermişəm. Həqiqətən maraqlı bir sual idi. Özü 2 dəfə də dalbadal qəbula düşdü. Arda-arda. 96-cı sualda da mən bir daha burada kiçik bir xatırlatma edirəm. Əksəriyyətimiz artıq bunu bilirik. Amma əksəriyyətimiz bilir deyə bu demək deyil, hər kəs bunu bilir. Bəs yaxşı, mən buradan eləyəcəm. Təbii ki, dostlar, bu verilən misalda indi mən bu hissələri siləm ki, mənim üçün biraz rahat olsun. Boş yerlərim çox olsun. Deyir 6 düşmə. Bu düşəndə bu səfərki sualda məsələn sözlə düşmüşdür. Bərbər sözü, digər söz tipləri. Bəs yaxşı. Müəllim, mən bunu necə eləyim ki, rahat yazım? Demək, verilən hissədə yazıb dostlar, verilən kubun 2 hissəsində 6 üzünün 6-sı da görsənib. Ehtimal nəzəriyyəsi. Ən sadə şey, əksəriyyətiniz bilirsə, zərin üzlərdir. Bir zərin altdan üz olur. Bir düşmə ehtimalı altda nədir? 2 düşmə ehtimalı altda 1-dir. Burada artıq, məsələn, 5 köşəli ulduz neçə dənədir? 1, 2. 6 üzdən, yəni burada yazıram, 5 köşəli ulduzun düşmə ehtimalı nə qədərdir? 6-da 2. Yəni, bu nə deməkdir? Yəni, hər 3 atışdan biri nə düşə bilər? 5 köşəli ulduz. Bəs 3 köşəli nə qədərdir? Baxın, 3 köşəli, bir dənə. Yəni, 3 düşmə ehtimalı 6-da 1-dir. Elə bu neçədə eləyir? 6-da 1. Yəni, 3-ü görəndə yadıma 6-da 1 düşəcək. 5-i görəndə yadıma 3-də 1 düşür. Onda bu misalı da həll edərkən bu arada. Bax, deyil, sol tərəf. Gətirirəm bura. Qəşəng. Sağ tərəfdən baxıram. Görün, burada məndə nə var? 6 köşəli ulduz. Baxın, 1, 2 və 3. Bu arada, burada hərf də ola bilər. Söz də ola bilər. Əsl odur nədir? Sayın yazırsan. Yəni, həmin 6 köşəlinin düşmə ehtimalı 6-da 3-dür. Bu, mənim üçün nəyə bərabərdir? 2-də 1. Düzdür, mən bunu artıq yazdıqdan sonra həmin bu hissəni. İndi məndə deyirib, bunların ən kiçiyinin cəmi, ən böyüyün cəmi. Tapdım bunu. Ağlına ilk gələcək şey vurmaq olsun. Vurmaq nədir? Çay müəllim. Bax, yazıb 5 köşəli. Bu misalı vura-vura əldə edirəm bu arada. Bərabərdir. 5 köşəlini görəndə ağlıma gəlir 3-də 1. Vurulsun. 6 köşəlini görəndə ağlıma gəlir 2-də 1. Ağlıma gəlmir, daha doğrusu qiymətini yazmışam. Və vururam nəyə? 6-da 1-ə. Demək 3-də 1, 2-də 1 və 6-da 1. Bərabərdir 36-da 1. Aşağıdakı misalda da gətirib həmin. Dostlar, qeyd edeyim, hərflərlə düşə bilər. Nə bilim, sözlərlə düşə bilər. Nə düşürsə düşsün. Tapırsan neçədən üz olduğunu. Bölürsən 6-ya və gətirib sağ tərəfdə qeyd edirsən. O zaman bu misalda da bax, 3 köşəli gördüm. 6-da 1 vurulsun. 3-də 1
vurulsun 3'də 1. Bərabərdir 54'də 1. Aşağı hissədə gəlib baxsam, o zaman bu hissədə. Baxın 2'də 1 vur 2'də 1 vur 2'də 1. Bərabərdir 8'də 1. Bu isə 6'da 1 vurulsun 2'də 1 vurulsun 6'da 1. İndi adam var, beynində bu dəqiqə sual yaranır. Bu 6'da 1, 2'də 1'i bu haradan aldı? Dostlar, 3 güşəli 6'da 1. 6 güşəli 2'də 1, 3 güşəli. Bərabərdir 72'də 1. Bu da mənə ən böyüyü ilə ən kiçiyinin cəmini soruşur. Dostlar, bu arada nisbətini də soruşa bilər. Son qəbulda keçirilərkən nisbətlə bağlı düşmüşdür. Ay aman, doğrudan, valla. Onda bu misalı da edərkən ilk aklına gələcək şey ən kiçik o demək dostlar, məxrəcləri, sürətləri ünvanların məxrəci böyük olan ən kiçikdir, məxrəci kiçik olansa ən böyükdür. Yəni 8'də 1 ilə də 72'də 1'i toplayaram. Elə bunların əkobu 72'dir. 72'ni də 8'ə bölüb 1'ə vursam 9 üstə gələk 1 bərabərdir 72'də 10. O da bərabərdir 36'da 5. Yebənd. Şimdi bu həmişə belə düşür. Bilmirik ki, dostlar. Allah'ın işidir. Görən yenə düşəcək bizə qəbula. Görən yenə düşəcək deyə bir şey yoxdur. Standart misallar var. Məsələn, mən bugün sizə əslində çalışdığım ki, hər dəfəsində də biraz fərqli, biraz bir çoxumuzun çətinlik çəkdiyi misallar izah edeyim. Yoxsa mən demirəm, amma siz bilmirsiniz. Maşallah, siz hər şeyi bilirsiniz. Sadəcə daha asan yol nədirsə, məsələn, imtahana yaxın bəzi suallar var ki, bir çoxlarımızın yadından çıxır. Sizin sadəcə orada yaddaşınızı tazələyirik. Yoxsa bizim nə həddimizə? Sənəsə yol görsədək, nə sör gedək. Demək, indi keçid edirəm, bir neçə də başqa suallar var. Onları da sizə göstərim. Düzdür, biləm, ekran belədikcə bir çoxunuza maraqlı gələn suallar var. Sadə sualları artıq bir neçəsini izah eləmək istəmirəm. Bu sahə perimetrine də bağlı bizim izahımız olacaq sabahları. Qoşulun orada da. Bugünkü misallardan biri də bax bu iş və hovuz məsələsidir. Heç çoxdan da qəbula bu da düşmür. Allah eləyə işinə də düşmüyor. Tələbələrin dili ilə deyirəm. Allahın tələbələri yazığı gəlsin. Niyə? Bildiyimiz yer dediyim kimi də bu da sürət məsələsi için bizim üçün nədir? Məntiq deyil ki bu. Bildiyiniz məsələdir. Bəs yaxşı ay müəllim, mən bunu nətər eləyim? Necə eləyim ki, daha rahat yazım? Deyəndə adamda sual yaranır da. Mən edəcəyim şeyi, geri 2 nasos. Bir hovuzu 10 saata doldurur. Bu 2023-cü ilin avqust ayının qəbul sualı. İndi yadıma düşdü. Doldurur, doldursun. Görə nətər doldurur? Bu ikisinin bir yerdə gördüyü işdir. Birinci havuzun gördüyü iş var, 15. İkinci havuzun da gördüyü iş, nasosun da gördüyü iş bilinmir. Belə onda dostlar, birinci hovuz bir işi 15 saat götürsə, bir saat hansı işini gördü işin? 15'də 1'in. Üstə gəlinsin. İkinci hovuzu bilmədiyimə görə 1 bölünsün x bərabərdir. İkisinin bir yerdə gördüyü 10'dursa, ümumi cavab 1 bölünsün 10'dur. İndi bu 1 bölünsün 15 keçirim sağa. 1 bölünsün x bərabərdir. 10'da 1 çıxılsın 15'də 1. 10 və 15'i həll etmək istəyirəmsə də 1 bölünsün x bərabər 10 ilə 15'də əkobu 30. 30. Ona bölsəm 3 çıxılsın 2. Bu da bərabərdir. 1 bölünsün x bərabər 30'da 1. Əslində həmişə belə deyirik. Deyirik ki, alınan cavabı həmişə tərsin götür. Tərsi götürməyə ehtiyac yoxdur. Adi riyaziyyatdır. Bax, x nətər çarparsan? Çarpaz. X neçəyə bərabərdir? 30. Bitti. Ay, bu qədər rahat imiş bu misallar. Əslində mən deyərdim ki, hə. O qədər də çətin deyil. Sadəcə ora hamınızın etməli olduğu hissələrdən biri də odur. Bəs yaxşı. Bu misalda başqa nəyə diqqət edin? Deyə sual yarana bilər sizdə. Demək, o bir misal var. Deyir, şagirdlər 2-2 oturanda 5 nəfər ayaq üstə qalır. 2023-cü ilin
Dekabr ayının qəbul sualıdır. Mənə görə biraz asan bir sual idi. Düzdür, bu sualı imtahandan çıxan dostlarımızın əksəriyyəti atmışdı misalı. Necə atmışdılar ki? Valla bildiyiniz atmışdılar. Demək bu hissədə bu gördüyünüz misalda onu da hardan götürüb yazmışdılar? Yazmışdılar ki, şagirdlər 2-2 oturanda 5 nəfər. 5 nəfərə görə götürüb yazmışdı 39. Niyə? Dedək bir dənə qalıqda 5 qalan odur. 2-2 oturanda, məsələn, bax bir sinifdə x sayda məsələn şagird var. Bilmirəm də nə qədərdir. Və ya da ki, parta. X sayda parta var. Hər partada 2 tələbə oturanda, yəni 2 vurulsun x. 5 nəfər ayaq üstə qalır. Həmin sinifin tərkibi 2-ni vuraram x-ə, yəni oturanların sayı. Üstünə gələrəm 5-i. Deyir 3-3 oturanda isə 4 dənə parta boş qalır. Bunu da bərabər eləyərəm. 3 vurulsun tələbələrin sayı. Partaların nədir? 4-ü. Artıq qalır. Boş qalır. Onda burada mənim üçün olur 2x plus 5 bərabər 3x minus 12. Tapırsan ki, x bərabərdir 17. Yəni, burada neçə dənə parta var? 17 dənə. Bu, tapdığım parta sayıdır. Bəs tələbə sayı nətər tapım? Bir ya bu düsturda 2-ni vurub 17-yə. Üstünə 5 gələrəm. Bərabərdir 39. Yəni, 39 nəfəri 2-yə bölsəm, elə bir 17 dənə partam var. 2-yə bölsəm, 17 dəfə, qalıqda da qalır 5. Axı, mənim 39-u 2-yə böləndə 19 dəfə eləyir. Biri qalıq qalır. Çünki parta sayım 17-dir. Və yaxud da ki, baxın, 17-dən çıxaram həmin o 4-ü partadan, boş qalanları. Vuraram 3-ə. 17-dən 4 çıxsam, qalır 13. 3-ə də vursam, yenə 39. Sinif sayı nədir? Olduğu kimi sabit qalıyor. Doğrudan ne? Valla. Bax, analoji Bunker imiş. Bunker məsələsi də qəbulda bizim tez-tez rastlaşdığımız suallardandır. Ona görə buna da baxmanız məsləhətdir. Onlar da Allahın işidir. Kompüterdə düşsə bəs mən neynəyəcəm? Kompüterdə düşəndə onun da kompüter üsulu var. İşte götürün imtahanda sizə vərəq verirlər. Həmin o vərəqlərə yazın. Çıxılı. Qoyun yerinə geçsin. Digər misallardan biri isə ekranın sol tərəfində gördüyünüz 70-ci sualdır. Hesab əməlləri ilə bağlı bu gördüyünüz suallar əvvəllər qəbulun çətin sualları sayılsa da, indi qəbulun heç asan sualda sayılmır. Qeyd edim ki, son zamanlar hesab əməlləri ilə bağlı kifayət qədər çətinliyə malik olan çətin suallar olub, bəli. Bu da həmin o suallardan biridir. İndi verilən bu misalda bəs mən nəyə diqqət edeyim müəllim, nəyə baxım, deyə sual yaranır. O zaman edəcəyiniz şey nədir? Tələsmirsiniz dostlar. Sütunlar qaydası deyilən bir qayda var. Əksər dostlarımız bunu artıq əzbərdən bilir. Görəsən bu nə qaydadır? Sol sütunla sağ sütun bir-birinin eynisidir. Baxın 3 dənə D var, 3 dənə də Y var. Sağda da elədir. Baxın 3D və 3 dənə də Y var. Əgər verilən misalda orta qıraqların cəmin versə, bitişdirib yazıram. Amma orta qıraqların cəmin vermirsə, 3D, sütunun birini götür topla. Ya sən sola ya da sağa. Üstə gələk. 3Y bərabərdir. 429-u bölürəm 11-ə. Və yaxud da ki, D plus Y-ni bərabər eləyir. 429-u birbaşa 33-ə də bölə bilərəm. Niyə 33-ə bölürsən? Dostlar, bir hərfdən 3 dənədirsə 33-ə, 2 dənə hərf olsa 22-yə, 4 dənə hərfin olsa 44-ə bölə bilərəm. Bəs bu 11 hardan çıxır? 11 qaydası odur ki, dostlar, baxın, D burada həm onluq mərtəbəsində var, həm təklik. Əgər üçlük ədədlərdən, 3 mərtəbəli ədədlərdən düşsəydi, o zaman siz deyən kimi edə bilərdim. İndi isə misalda həmin o 429-u 33-ə böldüyüm zaman, yəni 11-ə deyim və başdakı ilə eləyim. Olur 3D, üstə gələk 3Y bərabərdir 39. D plus Y də bərabərdir 13. İndi bu məndə minimum devir Y-ni soruşur. Bəs müəllim, mən nə bilim nə ilə nəyi toplayım? Ehtimallarımı yazıram. 9 ilə 4 ola bilər.
8 ilə 5-dir. 7 ilə 6 və yaxud da ki, tərsinə. İndi minimumu soruşduğuna görə riyaziyyatı belə bir qaydam. Ədədlər arasında nə qədər məsafə varsa, onların vuruğu daha kiçikdir. İndi bu 9-u 4-ə vursam 36, 8-i 5-ə vursam 40, 7-ni də 6-ya vursam 42. Minimumu neçədir? 36. Beyəbənd. Maksimumu neçədir? 42. Yəni bu minimum maksimum kimi testlərə də diqqət edə bilərsiniz bu arada. Sonra digər bir sualla sizi tanış eləmək istəyirəm. Bax, bu ekranın sağ tərəfindəki sual sınıq xəttlər mövzusudur. Bu videonun altında dostlar bir playlist yerləşdirəcəm. Playlist. Orada 30-dan çox video izahlar var geniş formatda. Onların içərisində 2-3 saatlıq videolar var. Onları izləmək məsləhətdir. Onların sınaqları da var. Atacağım bir qruplara baxın. Görün orada nə kimi suallar var. Hətta o sınaqların hamısı demək olar ki, qəbul səviyyəlidir. İşləməyiniz məsləhətdir. Bir də dəyərli dostlarım, tək o deyil. Açılışı düzdür, fiqurlarla bağlı eləmişik. Yəni, fiqurların sayılması ilə bağlı. Ekranı belə apardıqca, bəlkə də ilk dəfə hazırlaşan dostlarım buna baxıb, aman Allah, bu nə kimi suallar deyə düşünür. Amma belə deyim ki, misallarla biraz baza yığandan sonra misallar eləmək bizim üçün rahatlaşır. Biz 20-ci sualla bir neçə dəfə rastlaşmışıq artıq. Bir neçə fərqli qəbulda. Düzdür, hər kəs öz üçün biraz fərqli yollarla eləyə bilir. Bu da normaldır. Siz də eləyə bilərsiniz bu arada. Bəs yaxşı müəllim, nəyə diqqət edin? Demək 28-dən, bax gördüyünüz 12. Bax 40-la 16-dan xətt gəlir. Dairədəki ədədləri çıxır, 40-dan çıxır 16-nı. Bölür 2, bərabərdə 12. 28-ə gələn xəttsə, baxın yenə 26 ilə 40-dan gəlir, 16 ilə. Bir tərəfə 16 ilə 40-ın cəmini toplayıb 2-yə bölür, 28. Bir tərəfə cəminin yarısını yazır. Digər tərəfi isə fərqini. Yəni, mən eli tapmaq istəsəm, el 28 və dairə 16-nın, 28-dən çıxaram 16-nı, bölərəm 2-yə, bərabərdə 6. K isə ona dairələrdən gələn ədədlərin nə idi? Cəminin yarısı. Yəni 40 üstə gələk. 14 bölünsün 2. Bərabərdir 27. 27-dən də həmin o 6-nı çıxıram. Qalır təbii ki bizim üçün 21. Bu misalın sağ tərəfindəki sualı da sizə açıq sual kimi verirəm. Düzdür, biraz deyəsən çox rahat oldu, amma etməz. Bunu belə imtahanda yaza bilməyən dostlarımız olub. Başa düşürəm, bəzən imtahan stresi və imtahan həyəcanı. Yox da, bu sualı da səhv yazıblar. İndi olanda orada dostlar, imtahan həyəcanıdır. Hər şey ola bilər, normaldır. Ona görə sizə normal qarşılayın. Sağdakı sualın da cavabını aşağıdan qeyd edə bilərsiniz. Rahat suallar olacaq. Sonra digər bir görək gözümüzə maraqlı görsənən sual. Təbii ki, bax bu gördüyünüz tapmaca tipli cədvəl. Hara getsəm var. Hər qəbul bizim dostumuz Bəxtiyar var. Deyir, hər qəbul müəllim minimum 3 dənə var da. Çölə tullasan 3 var. Həqiqətən nədir dostlar? Çölə tullasan 3 dənə sual var. Bəs yaxşı müəllim, mən hardan bilim? Bundan 5 dənə düşdü. Bu standart mövzu olduğuna görə bizim üçün də standart mövzular hər zaman mövcud olub. Bax 8 ilə 3-ün kəsişməsindən 55 alır. Görürsən 2 dənə kiçik ədəddən böyük bir ədəd alınıbsa, sən bunu bilgələn ki, bu nədir? Verilən misalda. Kvadrat ya da kub söhbət. 8-in kvadratından 3-ün kvadratını çıxıb, qalıb 55. Yəni, eni tapmaq istəsəm, bura əslində mənim üçün 81-dir, bura 64-dir, bura da 36. Bu isə 9, 16 və 25-dir. Yəni, M 64 ilə 25-in kəsişməsidir. 64-dən 25 çıxsam, qalır 39. Bu 81 ilə 16-nın kəsişməsidir. Burada qalır 65. 36-dan 9 çıxsam, bu isə məndə qalır 27. Sonra bunların hamısını toplayıram. Sonu 1 ilə olan bir rəqəmlə qutarır.
91 ilə 39'u toplayanda elə 131. Evet. Sonra bir ədəddə burada sual var. Deyəsən onu mən dünən izah eləmişdim. Okey, o heç. Bax, bu soldakı sualı da sizə sərbəst misal kimi verin. Bax, kubun düzgün qapanış forması olan variantlar. Keçən səfərkində səhv olanları soruşurdu. Bu səfər isə yanlış olanları soruşur. Bax, bunu da açıq sual kimi buraxıram bura. Cavablarını yazın, qeyd edin. Görəyən kubdan nə bilirsiniz? Qeyd edim ki, fəza fiqurlarla bağlı da bizim ayrıca bir xüsusi dərsimiz olacaq. Onu da izləyəcəyik sizlə bərabər. İndi isə son bir sualı da sizlərlə bərabər edib sizlərə buradan çox sağ ol deməyi düşünürəm. Bu dərslik. Görək o həmin sual bizim bəxtimizə çıxan nədir? Aha. Bilirəm, bu sağ tərəfdəki sual hamınıza maraqlıdır. Bunu izah edəcəm. Qeyd edim ki, dostlar, bu sağ tərəfdəki sual da həmin o 10 sualdan biridir ki, vaxtı gələndə dövlət qulunun da qəbulunda bizim rastlaşa biləcəyimiz həmin o sualdır. İndi də son bir sualla bu işi yekunlaşdırmaq istəyirəm. Əsasən də açıq sualda bizim dəfələrlə gördüyümüz sual tipi kubun düzgün açılış formalarının tapılmasından gedir söhbət. Bax, bu ekranda gördüyünüz sualdır bu. Ümumiyyətlə, yadda saxlayın, bir kubun 4 dənə oturacağı və 2 dənə qanadı olur. Həmin bu misallarda da 2 dənə qanad eyni anda iştirak edə bilməz. Bəs yaxşı müəllim, mən nə bilim ki, bu necə edib, nə edib? Bax, dostlar, bir səhvdir. Niyə? 2 dənə kvadrat eyni yerdə ola bilməz. 3 də səhvdir. 2 dənə kvadrat eyni yerdə ola bilməz. 5 də səhvdir. Bəs müəllim, 2 ilə 4 necə düzdür ki? Çünki dostlar, ikinci misalda bunu aşırdanda ikisi birdən aşır. Nətər yəni ikisi? Bunu qəşəng bura çəkim ki, sən başa düşəsən. Bax, buna A desən, buna da B. Həmişə də eyni hərflər deyirəm. Aşında dostlar, A gəlir bura, B də düşür onun yanına. İkisi eyni anda aşır. Baxın. İndi bu hissəni silim ki, sənin gözündə daha gözəl görsənsin. Mən biləm, sən dostum, bunu yadda saxlamısan artıq. Bax, B getdi, fikir ver. Nə oldu? 4 dənə oturacaq. Fikir ver. 1, 2, 3, 4. 2 dənə qanad. Bəs müəllim, bu nətər eləyir? Bu da. Deyib, bunun bir qanadını aşırdım, gətirim. Aha, ruçkamızı düzəltməmişik, yaddan çıxır. Bunun bu hissəsində də. Gətirib yazıram bura. Bunda bu hissi aşırdı. Və elə bilin ki, dostlar, artıq bu hissədəki misallar mənim üçün yoxdur. Deyirik, artıq bu yoxdur. Baxın, bu da yoxdur. Getdi tarixə qoymuşdu. 1, 2, 4 dənə oturacaq, 2 dənə qanad. Ona görə dostlar, izləyin bu misalları. İndi birazdan biz bir sınaq da göndərəcəyik sizə 100 sualdan ibarət olan. Xeyrisi ilə onu da işləyərsiniz. İnanıram bugünkü marafonumuz da sizlər üçün düşərli oldu. Ona görə dostlar, bu marafonlardan tez-tez xəbərdar olmaq istəyirsinizsə və faydalanmaq üçün mütləq kanala abunə olun. Videonu da bəyənin ki, daha çox faydalanasınız. Videonu da bura qədər izlədiyiniz üçün sizlərə minnətdaram. Bu hər şeyin yaxşı hər zaman sizləri tapsın. İmtahanda iştirak edəcək hər ikisi də uğur arzu edirəm. İnanıram ki, hər şey daha yaxşı olar.